Salam dostlar. Dərsimiz davam edir. Keçən dərsimizdə biz ümumi dizaynları icra elədik və bugünkü dərsimizdə artıq kod sisteminə keçə bilərik. Kod sisteminə keçməmişdən öncə burada məlumatlar vermək istəyirəm ki, məsələn biz hər hansı bir datanı yazıb ekranda göstərə bilirdik. İlk öncə onu yazağın. Məsələn tutalım ki, mən burada yazsam var my age yazım və burada binding age text və text edək. Burada da to string to int or null. Və burada da məsələn artıq binding nöqtə nəticə text nöqtə text etdikdə və buradakı məlumatı nəticə 2 nöqtə dollar işarəsi bezəkli bölgəcə my age. Və bunu artıq məsələn mən run eləsəm, baxın dostlar, artıq bizə nə olacaq? Biz edit textə yazdığımız hər hansı bir rəqəm sil tıkladıqda artıq nəticədə göstərmiş olacaq. Lakin biz bunu siləndə, baxın, proqramı siləndə və yaxud da bağlayanda, yenidən açanda buradakı məlumat gördüyünüz kimi itir. Və biz bu məlumatı yadda saxlamaq üçün shared preference-dən istifadə edirik. Shared preference-dən istifadə etdiyimiz zaman shared preference, məsələn, Android-ün özündə həmin klass var. Sadəcə həmin klassın üzərində biz əməliyyatlar aparırıq. Həmin klass üzərində əməliyyatlar aparmaq üçün biz ilk öncə nə etməliyik? Həmin klassın obyektini yaratmalıyıq. Obyekti də yaradırıq. Məsələn, latent var, shared preference və həmin klassın obyekti artıq burada yaranmış oldu. Biz burada yəni artıq bu klassın obyektini yaradandan sonra içərisində istənilən əməliyyatı icra edə bilərik. Bunun üçün də artıq biz gəlirik onCreate altına shared preference yazırıq və burada get shared preference içərisində bizə 2 dənə parametr istəyir. Bu parametrlər nədir? Birincisi stringdir. String biz istənilən bir söz yaza bilərik, amma proqramistlər tərəfindən məsləhət görülən package name'dir. Yəni bu package name'i biz yazanda artıq bu bizim tərəfindən yazıldığı bilinmiş olur. Burada məndə example'dır. Example olmağının səbəbi də test etdiyimə görədir. Yəni əslində belə deyək, hər hansı bir Play Store-a biz proqram yükləmək istəyəndə artıq burada öz adımız və yaxud da özümüz haqqında olmalıdır ki, biz burada Play Store onun example testable olduğunu görməsin. Və ikinci olaraq da bizdən mod istəyir. Mod nədir? Artıq bu modu mən istifadə edəndə, mod private əmrindən istifadə edəndə bizim shared preference ancaq bu səhifədə işləməyini göstərir. Yəni digər səhifələrdə onun işləmədiyini bildirir. Artıq bizim shared preference'imiz hazırdır. Biz istənilən vaxtı məlumatı yaddaşa yaza bilərik. Bunun üçün yenə də funksiyaya daxil oluram və funksiyada artıq burada, məsələn, mən shared preference yazsam və içərisində həmin bu məlumatları belə deyək ki, yaddaşa yaza bilərəm. Bunun üçün də biz nə edirik? İlk öncə həmin belə əməliyyatı aparmaq üçün burada mən qeydlər aparmışam ki, shared preference-in işləməsi nə cür olur? Dəyər yazmaq üçün, hər hansı bir dəyər qeyd etmək üçün biz put əmrindən istifadə edirik. Yəni, məsələn, hansı tipdə olduğunu, məsələn, burada qeyd edirik ki, put int, put string, həmçinin də həmin dəyərləri oxumaq üçün, yəni geri alıb oxumaq üçün get əmrindən istifadə edirik. Yəni, məsələn, biz int tipində hər hansı bir dəyər vermişiksə, artıq int tipində də dəyəri ala bilərik. String tipində hər hansı bir dəyər vermişiksə, string tipində dəyər ala bilərik. Həmçinin də həmin bu verilən dəyərləri də istədiyimiz zaman silə bilərik. Yəni, məsələn, biz hər hansı bir məlumatı yaddaşdan silmək istəyirik, o halda remove və clear metodlarından istifadə edirik. Mən məsələn burada qeyd edeyim, burada bizim shared preference'in işə düşməsi üçün əsas vacib birinci kod edit metodudur. Edit metodu olmasa bizim yazdığımız kod işə düşməyəcək. Və ikinci olaraq da biz put əmrindən istifadə edirik. Çünki bizim buradakı dəyərimiz, baxın, int null tipindədir. Baxın, mən burada put əmrindən istifadə edəndə məndən yerində açar kəlmə istəyir. Açar kəlmə nədir? Əsas vacib olanlardan biridir. Yəni mən burada yazdığım açar kəlməni, əgər məsələn mən bu shared preference-i hardasa istifadə etmək istəyirəmsə, o halda bu açar kəlmədən yazıram. Yəni açar kəlməni, məsələn mən burada kiçik hərflə h yazmışamsa və yaxud da bunu çağıranda artıq böyük hərflə yazıramsa, o halda işləməyəcək. Yəni burada yazılan söz vacib bir sözdür. İkinci olaraq isə məndə dəyər istəyir. Dəyər nədir bizdə artıq? Burada my age və burada da my age-i qeyd edirəm. Və bu my age-i qeyd edəndə, baxın dostlar, mənə error göstərir. Nə üçün error göstərir? Deyir ki, sizin verdiyiniz dəyər hər bir an null gələ bilər. Bunun üçün ilk öncə bu null xətasının qarşısını almaq lazım. Null xətasının qarşısını almaq üçün biz bildiyiniz kimi ən çox istifadə etdiyimiz smart castdır ki, if belə metodundan istifadə edərək bu dəyəri məsələn yoxlanışını eləyirdik ki, məsələn bu null deyilsə, o halda
bizim buradakı əməliyyatı icra eləsin. Burada qeyd eləyək. Burada da bəzəli mötərizəni bağlayaq. Artıq gördüyünüz kimi MyH burada xətası itdi. Və həmin bu share preference'i işə salmaq üçün mən artıq apply belə deyim, metodundan istifadə etməliyəm. Apply metodu olmasa və yaxud da ki commit metodundan istifadə edə bilərəm. Yəni bunların hər biri, yəni buradakı əmri icra eləmək üçün lazım olan bir metoddur. Ən çox istifadə olunan isə apply metodudur. Apply metodundan istifadə edərək artıq buradakı məsələn mən iş prinsipimi tamamlamış oldum. Və burada mən indi buna run eləsəm, indi nə olacaq? Mənim burada yazdığım, edit text'e yazdığım hər hansı bir məlumat, baxın 45. Və save tıkladıqda artıq burada yenə də gəlir. Lakin, baxın, mən bu proqramı indi məsələn yenə də bağlasam, yenə məsələn yenidən açsam, burada məndə yenə görsənməyəcək. Görsənməmə səbəbi nədir? Mən bunu, həmin bu yazdığım məlumatı ne etməliyəm? Baxın, ilk ekran açılanda bizdə bu formada açılır. İlk ekranımız harda açılır? OnCreate metodunun altında. Artıq mən burada yazdığım məlumatı OnCreate altında həmin share preference'i çağıraraq istifadə eləməliyəm ki, yəni artıq məsələn mənim ekranım açılanda, ilk səhifəm açılanda bu məlumat artıq məndə burada görsənsin. Bunu etmək üçün də çox sadə olaraq, məsələn mən burada artıq gəlirəm və burada qeyd edirəm ki, tutalım ki, share preference'in məsələn mənə verilən məlumatlarını ekrana göstərək. Artıq burada məsələn mən bir dənə yazıram ki, belə bir şey yazaq ki, məsələn biz delete əmrində də istifadə edəcəyik. Ona görə də məsələn mən burada qeyd edeyim, var, tutalım ki, my age users, belə bir şey olsun, int tipində və nullable, içərisindəki dəyər də null olsun. Baxın dostlar, mən burada hər hansı bir dəyişən tanıtdım ki, yəni int tipində də null ola bilər. Və burada da initialize edirəm ki, onu artıq məsələn mənə gələn məlumat int tipində olacaq, həmçinin null ola bilər də, yəni boş ola bilər. O boşluğun qarşısını almaq üçün. Burada mən heç kimə deyə bilmərəm ki, qardaş sən burada heç nə yazmasan, save düyməsini tıklasan, artıq proqramımız çökəcək. Ona görə də biz ilk öncə bax bu önləmləri icra eləməliyik ki, əgər hər hansı bir istifadəçi, məsələn hər hansı bir dəyəri yazmayıbsa və yaxud hər hansı bir düyməni tıklayıbsa, bunun qarşısını alaq. Yəni bu hər hansı bir xətanın qarşısını alaq. Problem yaranmasın bizim proqramda. Artıq mən bunu edəndən sonra mən belə deyək ki, həmin bu məlumatı tutalım ki, istifadə eləmək istəyirəm. My age yazıram və burada qeyd edirəm ki, məsələn shared preference və burada mən həmin məlumatı almaq üçün nə edirdim? Get əmrindən istifadə edirdim. Yəni buradakı məlumatı oxumaq üçün. Və burada get əmrindən istifadə edəndə baxın məndə yenə də açar kəlməsini istəyir. Açar kəlməsi nə idi? Bax burada yazdığımız age. Mən burada age yerinə başqa bir söz yazsam, artıq yenə də bizim proqramımız işləməyəcək. Ona görə orada yazılan söz çox vacib sözdür. Yəni oradakı sözü eyni qaydada istifadə edir. İkinci olaraq da məndən default bir rəqəm istəyir. Default bir ədəd istəyir. Yəni məsələn tutalım ki, burada hər hansı bir məlumat yanlışdır, hərf yazılıb və yaxud hər hansı bir söz yazılıb və yaxud hər hansı bir başqa bir səhv yanlış bir şey yazılıbsa, o halda mən nə göstərməlidir? Yəni ekranda nə verməlidir? Mən burada adətən -1 yazıram və yaxud da istənilən burada istənilən bir şey yaza bilərsiniz ki, məsələn o default rəqəmdir ki, əgər buradakı hərəkət doğru deyilsə, mənə default olaraq bir dənə rəqəm göstərsin. Mən də burada -1 göstərmişim. Artıq bu proqramı run eləyəndə, məsələn biz bunu işə salanda bizim buradakı məlumatlarımız artıq ekranda görünmüş olacaq. Məsələn bunun ekranda görünməsi üçün mən nə edirəm? Binding text, nəticə text və buradakı yazıram ki, nəticə 2 nöqtə, buradakı məlumatı da dollar işarəsi my age useri bura çağıraq. Və bunu run eləyirəm. Görün indi nə olacaq? Bayaq yazdığımız 2 rəqəm var idi burada. Eyni rəqəm artıq ekranda görsənmiş olacaq. Nəyə görə? Mən burada ilk yazanda, proqramı ilk yazanda artıq bu mənə XML faylında bu məlumatı yadda saxladı. Yəni XML-in içərisində bu artıq share preference'imiz yaranıb baxır. Onun içərisində yadda saxladı. Mən bu yadda saxlandığına görə artıq burada həmin məlumatı çəkəndə orada yadda saxlanan ən son məlumatı burada ekrana göstərdi. Yəni mən burada tutalım ki, indi 55 yazsam, save düyməsini tıklasam, proqram burada 55 yazır. Və istənilən vaxtı proqramı bağlayım və yenidən açım. Göründüyü kimi 55 artıq bizim ekrandadır. Eyni qaydada da silinməsi. Yəni məsələn biz tutalım ki, hər hansı bir məlumatı artıq istəyirik ki, silək. Bunu silmək üçün də eyni prinsip daşıyır. Yəni burada fərqli bir şey yoxdur. Sadəcə biz burada yazdığımız, məsələn tutalım ki, yazmışdıq ki, my
H users burada qeyd etmişdik ki, tutalım ki belə bir şeydir. Birinci bunu yazaq. Share preference tutalım ki edit və burada remove'dan istifadə edək. İçərisində də açar kəlməni yazaq. H açar kəlmə. Və bunu da işə salmaq üçün eyni qaydada apply edək. Və buradakı binding yazırıq. Burada nəticə text qeyd edirik. Eyni qaydada text qeyd edirik və buradakı məlumatı artıq, məsələn, mən məlumatı yazmaq istəyirəm ki, nəticə burada olduğu kimi boşluq şəkildə görsənsin. Yəni mən bu delete düyməsini tıklayanda artıq proqram mənə burada boşluq formasında göstərsin. Baxın dostlar, mən indi artıq proqramda məsələn run elədim. Məsələn 55 burada yazmışam, tutam ki yazıram 45. Save düyməsini tıklayanda 45 gəlir. Delete düyməsini tıklayanda artıq buradakı mənim məlumatım silinmiş oldu. Yəni çox sadədir. İş prinsipləri də çox sadədir. Sadəcə bu ardıcılıqları izləsəniz, məsələn, normal şəkildə artıq bizdəki bu problemləri vaxtında xətaların qarşısını ala bilər. Yəni bunlar bizim üçün əsas praktikadır. Gələcəkdə böyük proqramlar yazanda artıq bunlardan mütəmadi olaraq istifadə edəcək. Onda sizin üçün bu daha rahat olacaq və daha sərbəst işləyəcək. Və əgər dərsi bəyəndinizsə, kanala abunə olun, kanalı daim izləyin və mənim də bu yeni aydan aprel ayında özəl kurs dərslərim olacaq. Yəni qoşulmaq istəyənlər müraciət edə bilərlər. Burada da əlaqə nömrəsi qeyd edirəm ki, məsələn, qoşulmaq istəyənlər, mənimlə əlaqə saxlamaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar. Və bu nömrə ilə əlaqə saxlayıb öz məlumat da ala bilərlər, hansı dərsliklər öyrənəcəklər. Buradakı məsələn mənim keçdiyim mövzular əsas Kotlin baza dilləridir. Yəni kurslar daha geniş olur, kursda məlumatlarım daha böyük olur, praktikalar üzərində işləyirik, daim praktikaları. Bizim bütün dərslərimiz praktika üzərində olur. Dərslərdəki kurslara nisbətən daha ucuzdur və praktikası da kurslarda nisbətən, kurslarda keçən uşaqlar adətən praktikalarda çətinlik çəkirlər, intervyularda çətinlik çəkirlər və yaxud da hər hansı bir işə qəbul olmaqda çətinlik çəkirlər. Yəni mənim məsələn sırf özəl olaraq hazırlaşdığım uşaqlar hamısı rahatçılıqla gələcəkdə də iş tapa bilirlər. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək.